İndi onu Ukrayna bacarır süni intellektlə. Dronu uçurdu Rusiyanı vurmaq üçün, Rusiyanın müəyyən bir istiqamətinə. Dron orada oturur, baxına görün, necə iş görürlər. Və sonra isə o dronlar yönəldilir Moskva, Leningrad, Sankt-Peterburg, Yekaterinburg, nə bilim, Voronejdə şəhərlər qalmıyor, Ləman xan. Siz Rusiyanın, o Rusiya sevərləri, siz sonuncu paradı gördünüz, hərbi paradı. Deməli, bu boydana plakat düzəldiblər, sualtı gəmini. Bilməm, efir rejissorumuz o kadrları verə bilsəydi, gətirib, deməli, Rusiya hərbi dəniz qüvvələrinin şəxsi heyətini qoyublar. Hə, onu var ha, heç olmasa Kreml, ay o taxtabaş Peskov çəksəydi, biabırçılıq olmazdı. Deməli, plakatı çəkiblər Rusiya sualtı gəmisi. Görməmsiniz onu, Ləman xanım? Ya fikir verməmsiniz? Fikir verməmişim yədir ki. Bütün dünya ondan danışır. Qorxusundan, deməli, harası gedə bilmir axı. Hara getsə izlənilir artıq. Deməli, plakat çəkiblər, Rusiya sualtı gəmisi plakatı arxada qoyublar, 30-40 nəfər hərbi dənizçi gəlir, buna raport verir, binanın divarına yapışdırılmış, Allah, mən çox istərdim, bizim dəyərli Gülər xanım onu göstərsin, o görüntülər bütün dünyanı dolaşır. Sən qorxursan, sən bütün dünya, hələ həyasız deyir ki, mən məqsədlərimə çatmayana qədər bunu davam etdirəcəm. Gördünüz dünən, sırağı gün Rus qadın Moskvada, o bayaqlar atmışlar. Sizlər atmışdınız, bəli. Müharibə istəmirlər, adamlar yorulublar, adamlar beziblər. Gördünüz o qadın nə deyirdi? Müharibə istəyənləri necədə təhdid eləyirlər. Yəni, bugün Rusiya cəmiyyəti ayaqlanmışsa... Sənin gözü açılmamış FSB şirklər deyir, gəldilər mənə. Sən mənə deyir, nə qorxu gəlirsin? Mən nə demişəm? Hər bir ana, bir oğlu, övladı olan ana deyir ki, mən müharibəyə qarşıyam, düzdür? Onu normal adam da deyir, güya bu da deyir. Gördünüz o Zaxarova dünənlər nə deyirdi? Yer gəlmişəm o bayaqlar, mən biraz verilişə gecikdim. Qaşınır bu qadın, üzr istəyirəm sizdən və tamaşaçılardan. Qarabağ məsələsi nədir bu? Sən elə çevir tatı, vur tatı elə. Bitdi də o məsələ bitib. Deyir ki, Ermənistan Qarabağı tanısaydı, biz kollektiv təhlükəsi müqaviləsi müdaxilə elə bilərdi. Bunu Putin də deyir, Lavrov da deyir, Zaxarova da deyir, Pesoku da deyir, nə bilim, o Qəndi də deyir, obusu da deyir, bubursu da deyir. Ölüb utanmırsınız siz. Haran ağrıyır Fazil, o məşhur bir deyim var. Sənin nəyin çatışmırdı ki, Ukraynaya girdin ki, bu günləri sənin Krımda katastrofik vəziyyətdir. Ləman xan, Krım su saatlarla, işıq, demək olar ki, insanlar orada fəlakət yaşayırlar. Sən Krımı 2014-cü ildən 12 il üstündən keçir. Sən Krımın ehtiyatını təmin edə bilmirsən, işıq verə bilmirsən, su normal verə bilmirsən. Sənin orada 70 min şəxsiyyətin var, əskər və zabitin var. Mən sizə deyirəm ki, bu adam ümumiyyətlə başını itirib. Ümumiyyətlə başını itirib. Gördünüz, Paşinyan dönələri ona hədə dolu bir zəng elədi. Ermənistanın baş naziri artıq məcburiyyət qarşısında qalıb. Deyir ki, qardaş, sən mənə deyirsən ki, mən Avraziya İqtisadi İttifaqının üzvüyəm, düzdür? Və necə olur ki, Avraziya İttifaqının üzvü, hələlik ki, üzvüyəm də, düzdür? Niyə mənim mallarımı boykot eləyirsən, nə bilim, kanyakım xoşuma gəlmir, nə bilim, mənim meyvələrim xoşuma gəlmir, cırmuq sənin xoşuma gəlmir. Dünyaya qədər ölürdülər. Erməni kanyak adı gələndə Medvedevin ürəyi gedirdi. Yəni, o qədər, alkaşdı da. Natural alkaşdı. Bunların hamısı belədir, o gündədir. Nə gündədir? Bu dövləti idarə edən o xanım, onun videonu da siz baxdınızda. O xanım deyir ki, bizi faciəyə sürüklüyür bu Putin. Bunu hamı deyir. Dünən, deməli, hörmətli tamaşaçılar, sentyabr ayında Rusiya Dövlət Dumasının növbəti belə deyildi, komanda formalaşır. Dünənləri bu təşəkkür nitqi ilə çıxış eləyirdi deputatlara. Siz sağ olun, nə bilim, belə o təpəsinin ortasından kuval dayan Valuyev var idi, yadınıza gəlir o baksiyon. Onlara təşəkkür eləyirdi. İndi dünən deyir ki, siz 4 vilayəti bizim tərkibimizə daxil olması ilə bağlı qərara səs verdiniz, qanun qəbul elədi. Şimdi bundan sonra, biri də orada cəsarət tapıb özündə demədi ki, ay Vladimirin, nə bilim, bir xəbər oğlu.
O Zaporojye'dən Xersonun axırına oldu, axı bizdəydi konstitusiya ilə. Sən gündə Zaporojye'ni vurursan, bilirsin necədir? Bu elə bir ki, tavanı götürüb, qazanı başına elə belə vurur. Ha, sən öz ərazini döyəcləyirsən, vurursan. Sənin nəyin prezidentdir? Ha, biz bunu ümumiyyətlə bilirsiniz necədir? Mən bunu deyirəm, indi orada Rus başda bilirsiniz necədir? Onların hərarəti bilmirəm neçə 230-500-ə bəlkə də qalxıb ki, mən indi Rusiyanı məxsərəyə qoyuram da, elə deyirlər də. Məxsərəyə qoyuram. Ay Ləman xanım, Rusiya özünü o günə qoyub. Rusiya əgər özünün strateji 89 regionun 50 neçəsində artıq zavodlar sıradan çıxarılıb. Sən bunu istəyirdin. Dünən də deputatlar qarşısında başlayıb orada nağıl danışmaq. Deməli, ondan 2 gün, deməli, həmin o hərbi dəniz qüvvələri günündə, Ləman xanım, otuzdurub sağında, solunda FSB-şnik zabitləri, siz o zabitlərin sifətinə baxardınız. Nifrət dolu. Yəni, baxırlar Putinə. Deyə bilmirlər. Və qorxularından dillənə bilmirlər. Deyir, içləri özlərini gəmirir da, yəni elə bir vəziyyət. Mən sizə deyim ki, Rusiya faciələr yaşayır. Siz Rusiyanın SSR-nin o dağılma vaxtında yaşadıqlarını, SSR-nin yaşadıqlarını bugün Rusiya yaşayır. Və Putin yaşadır. O qadının bugünləri qışqırmağı, növbəti dəfə ki, mən nə demişim, mən müharibəyə qarşı etirazımı bildirmişəm, sən FSB-şnikləri tökmüsən məni... İndi Üzeyir bəy, belə fikirlər var ki, bunu xüsusilə mən bayaq təhlillər oxuyurdum, Amerika nəşrləri falan yazırlar ki, sentyabrda orada Duma'yı seçkilərdən sonra hərbi vəziyyət elan oluna bilər və səfərbərlik kütlər, yəni hələ indi xüsusi əməliyyatın adı müharibə adlanılacaq. Yəni kütləvi səfərbərlik. Bugün o sənədi Putin imzaladı. 900 min şəxsi heyət əlavə olunur Rusiya ordusuna. Demək 1 milyon neçə rəqəmi var idi, bayaqları mən o rəqəmə baxdım. Yazıb ki, 900 min əlavə olunsun. Buna deyən lazım idi ki, ay, belə deyim də, nə mənə. Sənə lazım idi Finlandiya NATO üzvü olsun. Sənə lazım idi İsveç NATO üzvü olsun. Sən düşmüsən bu yetim Ukraynanın üstünə ki, Ukrayna NATO üzvü olur. Bəs Finlandiya, sən ləğv elədin Leningrad hərbi dairəsini yenidən bərpa elədin. Sən 1000 kilometrlərlə NATO gəlib sənin burnunun ucunda yox, Rəman xanım, üzr istəyirəm, ucu sənin gözünün o bəbəyinə girib, sən bunları görmək istəmirsən. Budur bunun siyasəti. Budur bunun, belə deyim də, o masterski deyir, klas göstərir. Budur bunun göstərdiyi klas, yəni siyasət. Səfərbərliyi necə elan eləyəcək ki, hələ bu baş kəsənlərdən bu canını qutara bilmir. Bu baş kəsənlərdən canını qutara bilmir. Hansı ki, türmələrdən çıxarıb, Rusiya Müdafiə Naziri müraciət edib, adam çatmır axı, müraciət edib ki, türmələrdən nə qədər var o... Prigojin'dən sonra qalanlar. Bir hissəsi Prigojin səfərbərlənmişdi, indi də ondan sonra geriyə qalanlar. Bilirsiniz, bir işin dalınca gedəndə sən hesablamalısan. Sən müharibəni başlayanda bilməliydin ki, bu müharibənin uğurlu və uğursuz tərəfi ola bilər. Sənin raket çatışmamazlığın var, İranı o zibilə salmısan. Sənin onsuz da, belə deyək, olmayan inciri Şimali Koreyanın o hündürboy 1 metr 15 santimetr olan igidləri, belə deyək, Kursda bir balaca vəziyyət düzəltdilər. Müharibənin 5-ci, yeri gəlmişəm onu da deyim, 1616, görsün mənə. 1616-cı günü. 1616-cı 30 mində Şimali Koreyalı əskəri gətirir deyirlər. 30 mində buradan gətirir. Ləman xanım, 30 min yox, 300 min gətirsin. Bu günləri Ukrayna dron satır artıq.